Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yassir li emri ve hlul ukdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana ve zidna ilme ba'd. Əziz qardaşlar, Şeyx Muhammed ibn Abdullah Rahimahullahın 3 əsas kitabının tədrisinə davam edirik və biz keçən dərslərimizdə birinci və ikinci əsası bitirdik və sonra şeyx gəlir üçüncü əsasa. Üçüncü əsas da nədir? Mərifət-i Nəbiyyukum Muhammed sallallahu aleyhi ve sellem, Peyğəmbərimiz Muhammed sallallahu aleyhi ve selləmi tanımaq, bilmək. Və bu da dinin əsrlərindən 3 əsasdan biridir, hansı ki insanın qəbirdə insandan soruşulacaq 3 sualdan biridir. Rasulullah sallallahu aleyhi ve sellem'in xəbər verdiyi kimi, çünki qəbirdə soruşulacaq ki, dinin nədir? Rəbbin kimdir? Dinin nədir? Və sizə göndərilən o kişi kimdir? Bu 3 sualdan biridir ki, insana veriləcək. Bu da ən əzəmətli əsrlərdən biridir. Və insanın birinci və ikinci əsli bilmə yolu yalnız və yalnız bu üçüncü əsrdən keçir. Rəbbin kimdir? Rəbbinin kim olduğunu, Rəbbini sənə tanıdan kimdir? Peyğəmbər sallallahu aleyhi ve sellem. İkinci dinin nədir? İslam dininin haqq dini olduğunu sənə tanıdan kimdir? Peyğəmbər sallallahu aleyhi ve sellem. Deməli, birinci və ikinci əsli, üçüncü əsl olmadan sən bilə bilməzsən. Birinci və ikinci əsli, üçüncü asıl olmadan sən bilə bilməzsən. Üçüncü əsası, üçüncü əsli bilmədən bunlara nail ola bilməzsən. Və əgər bilsək ki, deyir, gətirir, sonra şeyh gətirir ki, o, çünki Peyğəmbər sallallahu aleyhi ve sellem bizimlə Allah azze və cəllə arasında bir vasitədir. Və bizi Allahın qəzəbindən nə xilas eləyir, onun qəzəbindən nə qoruyur və bizi Allahın razılığına və savabına nə yaxınlaşdırır, bunu yalnız Peyğəmbər sallallahu aleyhi ve sellemin gətirdiyini bilməklə biz bilə bilərik. Onun gətirdiyi şəriəti öyrənməklə, onu tanımaqla biz bilə bilərik. Və Allah Resulü sallallahu aleyhi ve sellem bütün aləmin, yaradılmışların, məxluqatın, cəmiyyətlərin islahı yalnız onun risaləti ilədir. Və Allah azze və cəllə onu aləmlərə rəhmət olaraq göndərmişdir. Allah azze və cəllə buyurur ki, وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِلْعَالَمِينَ Biz səni aləmlərə yalnız rəhmət olaraq göndərdik. Və dediyimiz kimi, Peyğəmbər sallallahu aleyhi ve sellemin bilmək, hansı ki, bu üçüncü əsas Peyğəmbər sallallahu aleyhi ve sellemin bilmək, bəzi məsələlərlə həyata keçir. Birincisi, onun adını bilmək, onun nəsəbini, əsl nəslini bilmək, yaşını bilmək, onun dünyada qaldığı müddəti bilmək, vəfat etdiyi tarixi bilmək, nə ilə Peyğəmbər nəbi oldu, nə ilə rəsul olduğunu bilmək, yaşadığı ölkəni, hicrət etdiyi, yaşadığı şəhəri, hicrət etdiyi şəhəri bilmək. Həmçinin ən önəmlisi də onun risalətini gətirdiyi risaləti bilmək. Və Peyğəmbər sallallahu aleyhi ve sellemin adı, hansı ki onu Allah azze və cəllə Quranda da adlandırıb, o adla, yəni onu doğulduğu zaman adlandırıldığı ad nə idi? Muhammed sallallahu aleyhi ve sellem. Muhammed nədir? Başqasının həmd etdiyi və yaxud buna görə təriflənən, həmd olunan deməkdir. Və onun adları, Peyğəmbər sallallahu aleyhi ve sellemin adları çoxdur. Və necə ki, şeirdə gəlir, nə deyir şeirdə? Əsma'uhu Adidə Əsma'uhu şərifə قد جاء في القرآن عن الإله اسمان أشهرها محمد وجاء أيضا أحمد وجاء في الصحاح الحاشر والماهي والعاقب المقفي بما مضى نستكفي. Ay sağ ol. Deyir ki, Əsma'uhu şərifə, Peyğəmbər sallallahu aleyhi ve sellem adları, şərəfli adları Adidətun munifə, çoxludur yəni. Qad cəə fil Qur'ani anil ilah ismani. Quranda neçə adı gəlib deyir? Allah Rabbimiz tərəfdən 2 adı. Əşhəruha Muhammedu və cəə əydən Əhmədu. Ən məşhuru Muhammed adıdır və həmçinin Əhməd adı da gəlir. Quranda Muhammed adı 4 yerdə gəlir. Onlardan kim gətirə bilər? Hansı surədədir? Hansı ayədir? Muhammed Rasulullah o Fətih surəsində.
surəsinin axırıncı 29-cu ayəsi. Aha. Birisi Saf surəsində 6-cı ayə. O Əhməddir orada. O Əhməddir. Ha. Muhammed surəsinin 2-ci ayəsi. Ha, bu da Muhammed. İki də başqa yerdə gəlir. 4 yerdə Muhammed adı gəlir və Əhməd adı da həmçinin Saf surəsində varid oldu. Peyğəmbər sallallahu əleyhi və səlləm adı. Sünnədə isə və cəə fis-sıhahi el-haşru vel-mahi vel-aqib vel-mukaffi bima ma var əstakfi. Bəli, şeirdə də burada 4 adı zikr edilir. El-haşir, el-haşru vel-mahi, mahi, el-aqib, el-mukaffi. Bu da Peyğəmbər sallallahu əleyhi və səlləmin əslində bəziləri bunlar ləqəbləridir. O Rasulullah sallallahu əleyhi və səlləmin adları çoxdur. Yəni bu da onun Rasulullah sallallahu əleyhi və səlləmin şərəfindən xəbər verir. Onun bir şey şərəfli olarsa, o çoxlu adlarla adlandırılır. Təbii ki, o Peyğəmbər sallallahu əleyhi və səlləmin başqa ləqəbləri də var idi və ləqəbi olaraq Əbul Qasim olaraq onu əsas Əbul Qasim kimi Peyğəmbər sallallahu əleyhi və səlləmi tanıyırdılar. Və həmçinin Allah Azze və Cəllə Quran-ı Kərimdə buyurur ki: وَمَا مُحَمَّدٌ أَبَا أَحَدٍ مِنْ رِجَالِكُمْ Muhammed aranızda heç kəsin atası deyildir. Əhzab surəsində həmçinin buyurur ki: وَمَا مُحَمَّدٌ إِلَّا رَسُولٌ Muhammed yalnız Rasuldur. Həmçinin Allah Azze və Cəllə ki: Muhammedun Rasulullah. Deməli, 4 yerdə Allah Azze və Cəllə onun adının Muhammed olduğunu zikr etmişdir. Atasının adı Abdullah olur. Hansı ki, o ikinci fəda edilmiş, yüzlərə fəda edilmiş insandır. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, mən iki fidyə verilənin övladıyam. İki fidyə verilənin övladıyam. Birinci fidyə verilən kim idi? İsmail aleyhissalam. Nə zaman ki, Allah Azze və Cəllə İbrahim aleyhissalama əmr eləyir, oğlunu qurban kəssin. O da Allahın əmrini yerinə yetirərək Allah Azze və Cəllə göydən qoç endirir və fidyə olaraq onun əvəzinə qoçu kəsməyi əmr edir. Nədir? Onun əvəzinə qoçu kəsir. Və həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləmin atası da fidyə olunmuşlardan idi. Babası Abdülmuttalib, bilirsiniz ki, Kəbə İbrahim əleyhissalamın vaxtından, necə ki, Həcər anamız qıssəni bilirsiniz, məşhur ki, Zəmzəm suyunu Allah Azze və Cəllə onun övladı İsmail əleyhissalam ayağının altından çıxardır. Ondan sonra 100 illərlə, min illərlə oradan Zəmzəm suyu axmağa başlayır. Sonra bir müddət keçir, Məkkə müşriklərinin bəziləri orada başlayırlar dəfinələr, orada qızıl gümüşlərini dəfn eləməyə, basırmağa, gizlətməyə və bu şəkildə Zəmzəm suyunun gözü tutulur. Bir müddət Zəmzəm suyunun yeri itir və Zəmzəm çıxmır. Və Rasulullah s.ə.v babası Abdülmuttalib, nə zaman ki artıq Qureyşin ağsaqqalı o idi, o deyir, ya Allaha dua edir ki, Allahım, Zəmzəm suyunu təkrar çıxartmağı mənə nəsib elə. Əgər çıxsa, 11 övladından, o övladlarından birini sənə qurban kəsəcəm. Və axtarır və Zəmzəm suyunu tapır və Zəmzəm suyunu təzdən bərpa edir və Zəmzəm təzdən çıxmağa başlayır Abdülmuttalibin əli ilə və oğlanlarının hamısı da yəni artıq övladlarının kimi seçəcəyini deməyib və arasında püşk atır. Püşk Peyğəmbər sallallahu əleyhi və səlləm atasına düşür. Püşk yenə atır, yenə ona düşür. Və ondan sonra onun əvəzinə ən sevdiyi oğlu da Abdullah olur. Peyğəmbər sallallahu əleyhi və səlləm atası olur. Və onu da əvəzinə 100 dəvə fidyə olaraq 100 dəvə qurban kəsir. Zəmzəmi tapdığına görə oğlunun əvəzinə 100 dəvə qurban kəsir. Ona görə Rasulullah sallallahu əleyhi və səlləm deyir ki, mən 2 fidyə ilə əvəz edilmişin övladıyam. Və Peyğəmbər sallallahu əleyhi və səlləmin atası sonra evlənir anası ilə və Rasulullah sallallahu əleyhi və səlləm anası onun hamilə olarkən atası səfərə çıxır, ticarət səfərinə çıxır və həmin səfərdə vəfat edir. Peyğəmbər sallallahu əleyhi və səlləm doğulmazdan öncə artıq atası vəfat edir və Rasulullah sallallahu əleyhi və səlləm yetim olaraq doğulur. Yetim olaraq doğulur və anasının himayəsində olur. 4 yaşında anasını itirir. Bəzi rivayətlər deyir 6 yaşında anasını itirir. Ondan sonra babasının himayəsinə keçir. 8 yaşında da babasını itirir. Ondan sonra əmsi Əbu Talibin
himayəsinə keçir. Və Rasulullah s.ə.v-in atası İslamdan öncə yaşayıb və küfür üzərində ölübdür. Necə ki, sahabə gəlirdi, ya Rasulullah, mənim atam hardadır? Peyğəmbər s.ə.v deyir, cəhənnəmdə. Sahabə sıxılır və Rasulullah s.ə.v ona deyir ki, sən mənim atam da, sənin atan da cəhənnəmdədir. Yəni, bu, sənin əlində olan bir şey deyil demək istəyir. Hədisi Müslim rivayət edib. Və babası, Peyğəmbər s.ə.v babası isə Abdülmuttalib olubdur. Necə ki, gəlir ki, Abdülmuttalibin öz adı bəziləri Şeybə olub, bəziləri deyir ki, Həməd olub və Qureyşin böyüklərinə olub. O, niyə görə Abdülmuttalib deyilib? Çünki atası, onun da atası Həşim, Abdülmuttalibin atası Həşim Mədinəyə gəlir, Mədinədə evlənir. Abdülmuttalibin atası Həşim Mədinədən evlənir və orada bir uşağı olur. Bir uşağı olur, adını Şeybə qoyur, bəziləri deyir ki, Həməd qoyur. Sonra vəfat edir. Abdülmuttalibin atası Həşim vəfat edir və qardaşı, Həşimin qardaşı Muttalib qardaşının vəfatından sonra, Həşimin vəfatından sonra deyir, bizim bir övladımız var Mədinədə. Yəni, qardaşımın oğlu var. O Qureyşlidir, onu gətirmək lazımdır. Və Mədinəyə gəlir, uşağı, qardaşı oğlunu əlindən tutub, alıb Məkkəyə götürür. Və Məkkəyə gələndə, əlindən tutub gətirəndə, hamı elə bilir ki, bu Muttalibin köləsidir. Abdülmuttalib deyirlər, hamı deyir ki, Muttalibin köləsi və o artıq ona bir ad olaraq qalır və insanlar onu o şəkildə tanıyırlar. Baxmayaraq ki, köləsi deyildi, qardaşı oğlu idi, amma onu Abdülmuttalib adı oldu. Abdülmuttalib nə deməkdir? Muttalibin köləsi deməkdir. Əmsinin köləsi zənn etdiklərinə görə bu şəkildə adlandırırlar və o şəkildə də adlanır. Və bu Peyğəmbər s.ə.v-in həmin babası olur ki, hansı ki, Zəmzəm suyunu çıxarıb, həmin babası olur ki, Məkkənin həclərin Zəmzəmlə təmin edilməsi onun üzərində idi, Məkkədə həclərə xidmət onun üzərində idi və Məkkənin ağsaqqallarından, böyüklərindən idi. Və o Abdülmuttalib idi ki, Əbrəhənin qarşısına çıxan, Yəmən hökmdarının qarşısına çıxan Abdülmuttalib idi. Nə zaman ki, Əbrəhə Kəbəni uçurmağa ordu ilə gəlir və ordunun önündə də fil gətirir və o da Məkkəyə yaxınlaşanda Arafa ilə Müzdəlifə arasında orada qərar tuturlar və ordu başlayır hələ hücumdan qabaq Məkkəyə gəlib, Məkkədə oğurluqlar etməyə, soyğunçuluq etməyə, Məkkəlilərin dəvələrini və s. oğurlamağa və o arada Abdülmuttalibin də dəvələrindən aparırlar. Abdülmuttalib bunu eşidəndə gəlir Əbrəhənin qəbuluna, onun qarşısına gəlir, deyir, nə üçün gəlmirsən? Deyir, sənin əskərlərin mənim dəvələrimə əl qoyublar, dəvələrimi götürüblər, qəsb ediblər. Deyəndə Əbrəhə gülür, deyir, elə zənn elədim ki, sən də gəlmirsən, Məkkənin ağsaqqalı kimi məndən xahiş edəcəksən ki, Kəbəni uçurmayım. Sən isə öz malının dərdindəsən. Abdülmuttalib deyir, bəli deyir. Çünki o dəvələrin sahibi mənəm, mən dəvələrimi istəyirəm. O ki qaldı o Kəbəyə, onun öz sahibi var, onun sahibi qoruyacaq. Müşrik olmağına rağmen, baxın, bunlar belə bilirdilər ki, Kəbəni Allah qoruyacaq, onun dərdini çəkmirdilər. O zaman ki, onlar Kəbəyə yaxınlaşanda, Allah azə və cəl əbabil quşlarını göndərdi və ordu darmadağın oldu. Subhanallah. Həmin Abdülmuttalib idi. Və Abdülmuttalib atası Həşim idi. Peyğəmbər s.ə.v-in babasının atası Həşim. Bəzi adlarından gəlir ki, onun adı Amr olub. Nə Həşim deyiblər? Həşim bir ilsi, daha doğrusu hansı illərdə ki, acılıq Məkkədə acılıq baş verərdi. O zaman ətlə ətli yeməklər bişirib, qarışdırıb, onu Məkkəlilərə dağıdarmış. O əməli edənə də Həşim feilindəndir. Həşəməfi deyirlər o feilə. Ona görə ona Həşim deyirlər. Öz malından dəvələr kəsərmiş, insanları acılıq illərində yedizdirərmiş. Və Peyğəmbər s.ə.v-in yaxşıdır ki, insan Peyğəmbər s.ə.v-in nəsəbini bilə. Rasulullah s.ə.v-in nəsəbini əzbərliyə. Kim nəsəbini? Rasulullah s.ə.v nəsəbini deyirəm. Sonra dərsi dinləyib. Rasulullah s.ə.v-in nəsəbini
əzbərləyərsə, cavanlar, ona inşallah hədiyyəm var. Tamam mı? Deməli, Muhammed ibn Abdullah ibn Abdülmuttalib ibn Haşim ibn Abdümenaf ibn Qusay ibn Kilab ibn Murra ibn Ka'b ibn Lu'ey ibn Ghalib ibn Fəhr ibn Malik. Fəhr ibn Malik Qureyşin adıdır. Fəhr Qureyşin öz adıdır. Fəhr ibn Malik ibn Nadr ibn Kinana ibn Xuzeymə ibn Mudrika ibn İlyas ibn Mudar ibn Nizzar ibn Ma'ad ibn Adnan. Rasulullah s.a.v'-in 22 babasının adıdır. Təkrar eləyək mi? Muhammed ibn Abdullah ibn Abdülmuttalib ibn Haşim ibn Abdümenaf ibn Qusay ibn Kilab ibn Murra ibn Ka'b ibn Lu'ey ibn Ghalib ibn Fəhr ibn Malik ibn Nadr ibn Kinana ibn Xuzeymə ibn Mudrika ibn İlyas ibn Mudar ibn Nizzar ibn Ma'ad ibn Adnan. Adnan, Peyğəmbər s.ə.v dedi ki, mənim nəsəbim Adnana çatdısa, Adnana qədər sayın, yəni. Adnana çatdısa, orada dayanın. Ondan sonra bəzi tarixçilər zikr ediblər, Adnanın atası falan kesə. Onlar hamısı heç biri səhih deyil. Rasulullah s.ə.v bizə səhih isnadla gələn Adnana qədərdir. 22 atasının, 22 babasının adıdır. Adnan da kimdəndir? İsmail Aleyhisselamın övladlarındandır. İsmail Aleyhisselamın soyundan gələn şəxsi İsmail də İbrahim Aleyhisselamın övladıdır. Bu Rasulullah sallallahu aleyhi və səlləmin soyudur, nəslidir. Və bu ərəblərin, yəni Məkkə, Peyğəmbər sallallahu aleyhi və səlləm ərəblərin əsli və ərəblərin əsl kökündən gəlmişdir. Və Rasulullah sallallahu aleyhi və səlləmin doğulduğu il haqqında və Mevlidur Rasuli وافق عام الفيل fi Məkkə في مكة المكرمة في أسرة معظمة هو ابن عبد الله القرشي ذي الجاح جد عبد المطلب ذو حسب وذو نسب آمنة أم النبي وبنت وهب النسب. deyir ki və Mevlidur Rasuli vafaqa amel fili. Peyğəmbər sallallahu aleyhi ve sellem'in mevludu hansı ildə baş verir? Fil ilində. Fil ili. O vaxtı tarix yox idi. İlk dəfə tarixi müsəlmanlar qoyublar. Yəni indiki bugünkü gün müsəlmanların da İslam dünyasından istifadə olunan hicri tarixi Ömər radiyallahu anh'ın vaxtında qoyulub. Ömər radiyallahu anh'ın xilafəti dövründə qoyulmuş bir tarixdir. Rasulullah sallallahu aleyhi ve sellemin Məkkədən Mədiniyə hicrət etdiyi tarixi başlanğıc olaraq götürərək hicri tarixi ondan götürülür. Lakin bugünkü günü insanların çoxsunu istifadə edir, xristiyanların xristiyan tarixçi var, miladi təqvim deyirlər. Həmin bu tarixi təqvimi təbii ki sonra, yəni müsəlmanlardan sonra bunu qoyublar. Onlar onu müsəlmanlardan sonra qoyublar. Amma həmin dövrdə tarix nə ilə hesablanırdı? Filan il. Bir hadisəyə bağlayardılar, məşhur bir hadisə olan filan ildə doğulub. Filan ildə, məsələn, o fil ili, hansı ki, Əbrəhənin Kəbəyə hücum etdiyi il idi, ona fil ili deyirdilər. Filan kəs fil ilində doğuldu, filan kəs fil ilindən 1 il qabaq doğuldu, filan kəs fil ilindən 4 il sonra doğuldu. Artıq bu şəkil, ta ki növbəti başqa bir dəhşətli bir hadisə baş verəndə deyirlər ki, filan il. Ondan qabaq, 1 il qabaq, 1 il sonra, 5 il sonra bu şəkildə tarixi bir-birlərinə nəql edərlər. Və Rasulullah s.ə.v yəni doğum tarixi də fil ili deyirlər. Yəni bugünkü miladi tarixindən o gəlir xristiyan tarixindən 570-571-ci illərə. Və Rasulullah s.ə.v həftənin birinci günü doğulub və həftənin birinci günü Peyğəmbər olaraq göndərilib, birinci günü Meyraca yüksəlib və birinci günü Mədinəyə hicrət edib və birinci günü də vəfat edibdir. Və Rasulullah s.ə.v hədisi var ki, birinci günün orucu barədə deyir ki, bu gün mənim doğulduğum gündür, o gün mənə vəhy nazil olubdur. Hədis Müslimdədir. Ona görə də, baxın, Peyğəmbər s.ə.v-in unutmayaq ki, kimsə doğum gününü qeyd edirsə, unutmasın ki, Rasulullah s.ə.v doğulduğu gündə vəfat edib. Birinci günü sən
bayram edirsənsə, eyni zamanda unutma ki, birinci gün nə deyir? Rasulullah sallallahu əleyhi və səlləmin vəfat etdiyi gündür. Və Rasulullah sallallahu əleyhi və səlləmin ad günü keçirmək bir bidətdir. Səndən, məndən xeyirli olan sahabələr onu nə Rasulullah sallallahu əleyhi və səlləmin sağlığında, nə onun vəfatından sonra keçirməyiblər. Hansı ki, onlar səndən, məndən daha çox sevirdi Rasulullah sallallahu əleyhi və səlləmi. Bizdən daha çox sevirdilər. Lakin bununla belə Rasulullah sallallahu əleyhi və səlləmə onlar mövlud keçirmədilər. Ümumiyyətlə, Rasulullah s.ə.v-in doğum tarixi ixtilaflıdır. Biz bunu dəfələrlə zikr eləmişik. Doğumu tarix olaraq, gün olaraq bəllidir ki, həftənin birinci günüdür. Lakin tarix olaraq Rasulullah s.ə.v hansı tarixdə doğulması sabit deyil. Bəziləri deyir ki, bəzi tarixçilər deyir ki, Rabi'l əvvəldədir, bəziləri deyir Rəcəbdədir, bəziləri deyir Ramazandadır. Müxtəlif tarixlərdir. Rabi'l əvvəldə deyənlər bəziləri deyir Rabi'l əvvəl ayının 12-ci günüdür, bəziləri 17-ci günüdür. Müxtəlif tarixlər zikr edirlər. Amma bütün tarixçilər ittifaq ediblər ki, Rasulullah s.ə.v-in vəfat tarixi Rabi'l əvvəl ayının 12-ci günüdür. Hansı ki, bugünkü günü bidət əhlinin bayram elədiyi gündür. Hansı günü bayram edirlər? Rasulullah s.ə.v-in ölüm gününü, vəfat gününü bayram edirlər. Həmin günün kəsindir ki, həmin günü Peyğəmbər s.ə.v-in vəfat günü idi. İndi o edənlər bir düşünsünlər ki, bayram etdikləri, sevindikləri gün hansı bir gündür, şeytan onlara əməllərini necə bəzəyibdir. Və Peyğəmbər s.ə.v-in anası Əminə kimlərdən olur? Mədinəlidən olur. Mədinə əsilli, daha doğrusu Peyğəmbər s.ə.v-in Mədinə əsli demək dayıları olur. Mədinə əsli Abdülmuttalibin anası tərəfdən olur. Əminə isə Qureyşdən olur. Peyğəmbər s.ə.v-in atası ilə anası 5-ci babada birləşirlər. Əminətun Ummun Nəbi və binti Vahbin Ən-Nəsəbi. Atasının adı Vahb olubdur. Və 5-ci babada Rasulullah s.ə.v-in atası ilə birləşirlər. O da yəni Qureyşdən olur. Amma dayıları öz dayıları deyil. Babası Abdülmuttalibin dayıları Mədinəli olur. Bəzən olur ki, qarışdırırlar. Bəziləri deyirlər ki, Rasulullah s.ə.v-in anası Mədinəli, bu elə deyil. Babasının dayıları Mədinəli olubdur. Rasulullah s.ə.v uşaq olarkən də onun anası Mədinəyə babasının dayılarının ziyarətinə götürür. O səfərdən geri qayıtdıqda da yolda anası Məkkə və Mədinə arasında vəfat edir. Və bu da Rasulullah s.ə.v-in anasının tanınması ilə dediyimiz kimi atası o anasının qarnında olarkən vəfat edir və sonra isə anasından sonra babası Abdülmuttalibin himayəsində olur, sonra əmsi Abu Talibin himayəsində olur və Rasulullah s.ə.v Abu Talib onu qoruyur, ovlayır ta ki 25 yaşında da onu Xədicə radiyallahu anhə ilə evləndirir. Və Rasulullah s.ə.v-in neçə övladı var, kim deyər? 7 övladı olub, 4 qız, 3 də oğul. Və Peyğəmbər s.ə.v-in övladlarının 6-sı Xədicədən olub, təkcə İbrahim, Mariya Qibtiyyədən olubdur. Və bütün övladları Fatimə radiyallahu anhədən başqa bütün övladları 6 övladı Rasulullah s.ə.v-in sağlığında vəfat etmişdir. Və bu da həqiqətən bir ata üçün böyük bir imtihandır. 7 övladdan 6-sı sağlığında vəfat etməsi. Ona görə necə ki Rasulullah s.ə.v deyir ki, Əşəddun nəs ibtiləən əl-ənbiyə summəl əmsəl fəl-əmsəl. Ən çox imtihan olunan insanlar Peyğəmbərlər, sonra onlara yaxın olan, sonra onlara yaxın olan. İnsanın başına bir müsibət gələndə arada başını qaldırıb Peyğəmbər s.ə.v həyatına baxsın. İnsanın yəni bir yaxınını itirəndə ona baxsın ki, Rasulullah s.ə.v sağlığında kimləri itirdi. Onun başına gələn Allahın ən sevimli qulu, onun başına hansı müsibətlər gəldi. Allah azə cələ istəyirəm ki, bizi eşidib faydalanlardan eləsin, eşidib yoxsan tabulanlardan eləsin. Subhanəkallahum və həmdik şüdən lə ilə əstəğfiruka və ətubu ileyk.